Marneuli şəhərinin 20 yanvar küçəsində yaşayan məcburi köçkünlər yol infrastrukturunun və kommunikasiyasının yaxşılaşdırılmasını tələb edirlər. Sakinlərin sözlərinə görə zədələnmiş su borusu yol infrastrukturuna zərər vurur və yaşayış binaları üçün təhlükə yaradır. Marneuli Bələdiyyəsinin meri mövzu ilə bağlı Region News-a məlumat verib. Onun sözlərinə görə bu il şəhərdə belə problemlər mərhələli şəkildə tamamilə aradan qaldırılacaq. Küçəmizdə su borusu partladı. Gəldilər, düzəltdilər, amma yenə də partlayıb. Daha başqa istiqamətə axır. Meriyaya müraciət edirik ki, problemimizə diqqət yetirsinlər. Bu narahatçılığı aradan qaldırsınlar. Məktəbə yaxın ərazidə də boru partlayıb. Su axır və uşaqlara hərəkət etməkdə çətinlik yaradır. Marneuli şəhərində daxili yollar hələ də problem şəklindədir. Bunun həll yolu üçün biz 2026-cı ilin büdcəsində 4 milyon 600 min lari vəsait ayırmışıq və hal-hazırda biz Marneulin daxili yolları, daxili küçələrinin proyektləşdirilməyini həyata keçiririk və qeyd etmək istəyirəm ki, daxili yollarından bağlı bu vəsait bir çox problemi ortadan qaldıracaqdır.